Cədvəl tamamlayın. Duzlar verir. Alüminium xlorid və kalium hidrokarbonat suda məhlul dissosiasiya və hidroliz mərhələlərinin sayını soruşur. Birinci alüminium xlor-3-dən başlayaq. Dissosiasiyası normal duzdur. Alüminium 3 müsbət, 3 xlor mənfi, yəni bir mərhələli dissosiasiya eləyir. Gəldik bunun hidroliz tənliyinə. Alüminium xlor 3-ün 3 mərhələlidir. Məsələn, birinci mərhələdə alüminium OH xlor 2 üstə gəl H xlor, sonra ikinci mərhələdə OH xlor 2-nin üstünə HOH gəlirəm. Alüminium OH2 xlor üstə gəl H xlor, sonra alüminium OH2 xlorun üstünə yenidən 3-cü mərhələdə suyu gələndə buradan alüminium OH3, 3-cü OH üstə gəl H xlor. 3 mərhələ. Hidroliz 3 mərhələli. Gəldik ikinci maddəyə. İkinci maddəmiz nədir bizdə? Kalium hidrokarbonatdır. Bunun dissosiasiyası turş duzdur. 2 mərhələli dissosiasiya eləyəcək. HCO3 mənfi də gedir. H müsbət, CO3 2 mənfi. Bu neçə mərhələli? 2 mərhələlidir. Hidrolizinə gələndə, gəlin hidrolizini yazaq bunun. Kalium HCO3 üstə gəl HOH. Buradan kalium OH alınacaq. Bir də karbonat turşusu alınacaq. Yəni karbon qazı su. Yəni bu da bir mərhələli olacaq. Cədvəldə tamamladıq.